Bismillahirrahmanirrahim. Qardaşlar, yeni bir möcüzə göstərirəm sizə. Hələ bunu heç kəs 1500 ilə yaxındır ki, görməyib. Bəs bu nə möcüzədir? Bax, bu möcüzə, qardaşlar, Quran-ı Kərimin rəqəmsal sistemidir. Bu nə rəqəmsal sistemdir? 6236 ayəsi var. Düzdürmü? Quran-ı Kərimin 6236 ayəsi var. Bunun üzərinə 571 gələriksə, yəni 571-də anadan olan və ya 570-də anadan olub 571-də artıq 1 yaşı olan hər iki cür deyə bilərsiniz. Belə deyək, 571-də anadan olan və 6236 ayə göndərilən bir peyğəmbərdən söhbət gedir. Bunların cəmi 6807 eləyir. Yəni biz bu ikisini cəmləşdirsə eləyir 6807. Və ya tərsinə deyə bilərik, 6807-dən çıxsaq 571 qalır 6236 və ya 6236 çıxsaq qalır 571. Deyirsiniz, bu nə möcüzədir? 1500 heç kəs görmədi, sən gördün, axı bu nədir belə? Deməli, qardaşlar, ərəb əlifbası 28 hərfdən ibarətdir. Və biz bu hərfləri əgər adların yazarıqsa, deyirsiniz, necə yəni, adları necə yazmaq olar axı? Baxın, bu əlif hərfidir. Əlif hərfinin adını yazanda rəqəmsal dəyəri 111 edir. B hərfinin adını yazanda rəqəmsal dəyəri 3 edir. T hərfinin adını yazanda rəqəmsal dəyəri 401 edir. Bunlar 28 hərfin rəqəmsal dəyərləridir. Gördünüzmü? Bir də 28 hərfin rəqəmsal dəyərləri içində bir də bunlar var. Bax, sad, dad, ta, za, əyn, qayn. Bunlar da, məsələn, qayn hərfi 1060-dır rəqəmsal dəyəri. Bunların cəmi, bu 28 hərfin rəqəmsal dəyərinin cəmi 6795-dir. Təmərbutənin isə rəqəmsal dəyəri 6 toplu 6-dır. Bu da edir 6807. Bundan çıxanda 6236 Quran ayələrinin rəqəmsal dəyərin qalır 571. İndi daha da açıq istəyirəm danışam, daha da aydınlaşdıram. Bilirəm ki, artıq bir çox suallar yaranır qəlbinizdə. Yəni, məsələn, ilk sualınız bu olacaq. Nə üçün əlif hərfinin rəqəmsal dəyərinə 111 dedin? Sual verə bilərsiniz. Əlif hərfinin əbcəd rəqəm sistemində 1-dir. Ləm hərfi 30-dur, fə hərfi 80-dir. Toplayın görün neçə eləyir? 1 topla 30 topla 80. Eləyir 111. Əbcədlə hesablamışam. B hərfinin rəqəmsal dəyəri, B-nin rəqəmsal dəyəri neçədir? 2-dir. Amma əlflə yazılar. B olaraq B və əlf yazılar. Əlf isə 1-dir. 2 topla 1. Neçə eləyir? 3 eləyir. T hərfinin rəqəmsal dəyəri əbcəd rəqəm sistemində 400-dür. 400. Amma T-nin biz əlflə yazırıq. 400 topla 1 elədir. 401. S hərfi 500 edir. Amma biz 501 yazdıq. Niyə yazdıq? Niyə mən bunu yazdım? Onu bilirsiniz ki, çünki əlifə görə. Cim hərfinin rəqəmsal dəyəri. Cim hərfinin adı bu cür yazılır. Cim, yə, mim. Mim 40-dır, yə 10-dur, cim 3-dür. Neçələrdir? 53. H 8-dir, əliflə yazılanda 9 edir. H 600-dür, əliflə yazılanda 601. Məsələn, dəl. Dəl hərfi. Dəl 4-dür, əlf 1-dir, ləm 30-dur, 35. Zəl 700-dür, ləm 30-dur, əlf 1-dir, elədir 731. Ra. Ra hərfi 200-dür, əlflə yazılanda 201.
Z hərfi 7-dir, əlflə yazılanda 8. Sin hərfi 60, Y hərfi 10. Nun hərfi 50-dir. Neçə elədi? 120. Şin hərfi 300, Y 10, nun hərfi 50. 50. Neçə elədi? 360. İndi sin və şindən sonra biz hansı rəqəmə keçməliyik? Əlbəttə, sad, dad, ta, za hərflərinə. Sad 90-dır, əlif 1-dir, dəl 4-dir, elədir 95. Zad və ya dad deyilən hərf, dad hərfi 800-dür, əlif 1-dir, dəl 4-dir, elədir 805. Ta 9-dur, amma əlif 1-dir, elədir 10. La hərfi 901 eləyir, əliflə yazıldığına görə. Əyn hərfi 70-dir, nun 50-dir, Y 10-dir, elədir 130. Qəyn hərfi 1000-dir, Y 10-dur, nun 50-dir, elədir 1060. Bax, bu cür fə 80-dir, amma 81 yazdıq. Qaf 100-dür, amma fə 80-dir, əlif 1-dir, 181 yazdıq. Kəf 20-dir, fə 80-dir, əlif 1-dir, yazdıq 101. Bax, bunları yazdıq deyəndə, yəni mən yazdım. Ləm hərfi 30-dur, mim hərfi 40-dır, əlif 1-dir, elədi 71. Mim hərfi 40-dır, bu biri mim də 40-dır, əlif 10-dur, elədi 90. Nun hərfi 50 və 50, vav 6 elədi 106. Bax, bu cür vav 6, topla 6, əlif 1 elədi 13. Hə hərfi 5-dir, topla 1 elədi 6. Y 10-dur, əliflə yazılanda elədi 11. Və bunların əbcədlə yazılanda dəyəri neçədir? 6795. Mən 6795-də dayanmadım. Nə üçün? Deyirəm ki, təmərbuta hərf olmasa da rəqəmsal dəyəri var əbcəddə. Rəqəmsal dəyəri bəzən tək oxunsa 400-dür. Amma həkim də oxuna bilər. Həkim oxunsa 5-dir. Hənin isə rəqəmsal dəyəri 6-dır. Deyirsiniz, necə yəni 6-dır? Bax, fikir verin. Hə, 5-dir, topla 1 elədi 6. Yəni, buna biz 401-də deyə bilərik. 6 da deyə bilərik. Əgər biz bu cür götürsək, hə kimi götürsək, götürmə ixtiyarımız varmı? Var. Elə isə bu cür götürəndə təmərbutə eləyir 6, amma təmərbutə hərf deyil, işarədir və bu işarədə 2 dənədir. Bu tərəfdən birləşən təmərbutə, yəni solda gələn, axırda gələn təmərbutə və müstəqil təmərbutə. 2 cür təmərbutəmiz var. 4 cür təmərbutəmiz yoxdur, 2 cür. Ona görə bu cür yazılanda 6 eləyir, bu cür yazılanda 6 eləyir. Neçələrdir? Artıq 6 topla 6 eləyir 6807. Biz də bundan 571 çıxsaq qalacaq 6236 ya da 6236 çıxsaq qalacaq 571. Deyirsiniz ki, hə, nə olsun? 571 Həzrəti Peyğəmbərin doğumudur. Bilirsiniz, bu nə deməkdir? Mən, məsələn, buna belə bir fəlsəfi, amma həm də həqiqi bir fəlsəfə demək istəyərdim. Mənim öz düşüncəmdir. Bəlkə də səhvdir, amma məncə düzdür. Ərəb əlifbası ki, 28 hərf və təmərbutədən ibarətdir. Bunun da rəqəmsal dəyəri bir rəqəmə gəldi, çıxdı. Və biz də bunu Peyğəmbərin doğumu ili olan 571-i çıxandan sonra Peyğəmbərə göndərilən ayələrin sayı qalır. 6236. 6236 rəqəmi qalır. Və yaxud da əksinə 6236-nı çıxsaq 571 qalır. İndi deyirsiniz ki, hansı fəlsəfəni deyirsən? Fikir verin, əlifbanın yaranmasından ötəri əlifba yarandı. Nə zaman yarandı? Ha vaxtsa yarandı. 5000 il bundan qabaq, 2000 il bundan qabaq, nə zamansa yarandı ərəb əlifbası. Yarananda artıq rəqəmsal dəyəri var idi. Rəqəmsal dəyəri nə idi?
onun məsələn, həmin əlifbanın rəqəmsal dəyəri təmərbutə ilə birlikdə 6807 idi. Yəni, əlifba doğulmuşdu, məcazi mənada doğuldu, artıq kamilləşdi, doğuldu. Tam 28 topla təmərbutə 6807 elədi. Və burada da tam kamilləşmiş bir rəqəm var. 2 dənə kamilləşmiş rəqəm var. İnsanların kamili olan, sözə fikir verin, insanların kamili olan Peyğəmbər ən kamil insandır da. Hətta mələklərdən, bütün canlılar içində ən kamildir. Allahın yaratdığı ən kamil nədir? Peyğəmbər. Onun hörmətinə yarandı hər şey. Ən kamilin yaranması, kamil şəkilə düşməsi, ana bətnində artıq kamil şəkilə düşüb, artıq dünyaya gəlib, artıq rüşeym deyil, kamilləşib, ana bətnə artıq dünyaya gəlib, ən kamil vəziyyətə gəlib, artıq dünyaya gəldi, 571. Və həmən o kamil olan Peyğəmbər, bütün canlıların içində ən kamil sayılan Peyğəmbərin kamillik rəqəmi 571-dir. Ona gələcək bir Quran olacaq, Qurani Kərim adında bir kitab olacaq, nə zamansa gələcək. O kitabda gəlir, həmən kitabda nə zaman gəlir, o zaman gəlir və kamilləşir, artıq dini sizə kamilləşdirdim. 6236 ayə tamam oldu. Həmən ayə nə zaman gəlir? 6236 ayə tamam olanda. Fikir verirsiniz. Neçə dənə kamilli var? Əlifbanın kamilləşməsinin içində Peyğəmbərin və Quranın kamilliyi görsənir. İndiyənə qədər bunu heç kim görməyib. Çox gözəldir, çox ləzzətlidir. İndi fikir verin. Həmən Peyğəmbər bunu tərsini oxuyanda, bax bu rəqəmi 632.6 eləyir. 632.6, yəni 6-cı ayda. 632-nin 6-cı ayında nə olacaq ona? Artıq həyatı tam kamilləşəcək, dünyadan gedəcək. Həyatının kamilliyi, tamı, qutarmağı, risalətin kamilləşməyi. Yəni, bu həqiqətən çox gözəldir. İndi bunu mən bundan öncəki videoda da yükləmişəm. Nə ilə hesabladım? Bax, bu. O biri videoda baxa bilərsiniz. Bax, bunu sizə göstərim. Deməli, bax, əlifbada duran yerlərini də hesablayanda və hərfləri tək-tək yazanda, əlif yox, bə və əlif yox, tə və əlif yox. Əlif birinci hərfdir, həm də əbcəddə 1-dir. Əlif ikinci hərfdir, əbcəddə 2-dir. Əlif üçüncü hərfdir, əbcəddə 400-dür. Əlif sə dördüncü hərfdir, əbcəddə 500-dür. Tə üçüncü hərfdə əbcəddə 400-dür. Və yaxud da, məsələn, 5-ci hərf cimdir, əbcəddə 3-dür. Bu cür hesabladım. Deməli, cim, ha-dan sonra nə gəlir? Dəl gəlir. Hesabladım, məsələn, indi gəlin dələ baxaq. Bu da dəlin əlifba sırasında olan yerin topladım. 8 topla 9, topla 10, topla 11 və ya əbcədlə 4 topla 700, topla 200 bu cür hesabladım. O biri videomda var. Sonra əyn hərfi. Əyn əbcəddə 70, amma əlifba sırasında 18-ci hərf, 18 topla 19, topla 20 və yaxud da 70 topla 1000, topla 80 bu cür hesabladım. Nə yarandı? O bir videoda gözəl şəkildə izah eləmişəm. Yarandığı rəqəm bu oldu. Əbcəd elədi 5995. Əlifba sırasını hesablayanda 406 elədi. Yəni 28-ci hərf, topla 27-ci hərf, topla 26-cı hərf, topla 25-ci hərf bu cür hesablayanda bunların cəmi, əlifba sırasını əbcədin cəmi elədi 6401.
Onun da üstünə təmərbutəni yalnız elə bir halda gəldim. Amma baxmayaraq ki, bir halda gəldim, müstəqil təni götürdüm. Siz də deyəsiniz, niyə müstəqil təni götürdün? O biri, məsələn, axırda gələn təni də götürərdin də. Çünki bax, bayaqdan nədən danışıram? Bayaqdan müstəqillərdən danışıram. Müstəqillərdən, müstəqil dəli, müstəqil zəl. Adlarını da belə yazmıram. Bu cür götürəndə ona görə bunu bu cür götürdüm. Təni və tə əbcəd rəqəm sistemində həm 400-dür, həm də hər şəklində 5-dir. Ona görə mən buna 400 topla 5 dedim təmərbutiyə. Elədi 6806. Ondan 6236 Quran ayələrin sayını çıxanda qaldı 570. Ya Peyğəmbər anadan olub, ya da Həzrəti Peyğəmbər anasının bətnindədir. Deyəsiniz, axı o birisində 571 gəldi, bunda 570 fərqi yoxdur. Peyğəmbər anasının bətnindədir. Deməli, iki variantın ikisində də deyərsiniz, nətər, yəni iki variant nə deməkdir? Yəni biri var, bax bu cür hesablayaq. Bax bu cür. Əlif, bə, tə, sə, bax bu cür hesablayaq. Biri var, belə hesablayaq. Fikir verin, bu əliflə bu əlif fərqi var da, görürsünüz. Bu bə ilə bu bənin fərqi var. Fərq nədir? Fərq odur ki, birinin hərfin ancaq adını yazmışam. O birisini ancaq başqa cür yazmışam. Ta oradan sözsüz ki, çox izah eləməyə dəyməz. Yəqin ki, başa düşən başa düşdü. Bu həqiqətən çox gözəl bir möcüzədir. Kamil olan Peyğəmbərin kamilliyinin rəqəmsal dəyəri, onun ölümünün kamilliyinin rəqəmsal dəyəri göstərir. Allaha həmd və şükür olsun ki, Allah Teala bunu mənə bəxş edibdir və pak əhl-i beytə də salavat və salam olsun ki, sözsüz ki, onların yəqin ki, duaları və izinləri ilə, Allaha etdikləri dualar vasitəsilə onların ilm dənizindən Allah mənə bir neçə damcı verib. Amma mən alimlik iddiası eləmirəm, alimlərin ayağının tozu deyiləm. Amma bunlar həqiqətən çox gözəl elmi kəşflərdir ki, heç yanda 1500 ilə yaxında görə bilmərsiniz. Allahın lütfu olduğu üçün də Allaha həmd və şükür edirəm. Dinlədiyiniz üçün də təşəkkür edirəm.